Yavərin yaradıcılığı çox şaxəlidir, başlıcası isə məzmunludur, maraqlıdır. Rəssamın yaradıcılığının çox qollu olmasını sübuta yetirmək üçün onun müraciət etdiyi janrları sadalamaq kifayətdir. O janrlardan biz masamızın üstündə nümunələr toplamışıq. Məsələn, portret janrı. Bu simalar yəqin ki, sizə yaxşı tanışdır, çünki dövrü mətbuatda bu portretləri tez-tez görmüsünüz. Bu, qrafik üsulda çəkilmiş portretlərdir, Yavərin rəngkarlıq üsulda çəkilmiş portretləri də var. Kirpi jurnalını tez-tez oxuyanlar Yavər Əsədovu mahir bir karikaturaçı kimi də tanıyırlar. Onu da qeyd edeyim ki, Yavər iki beynəlxalq satir və yumor müsabiqəsində iştirak edib və hər ikisinin də laureatı olub. Bu müsabiqələrdən biri Yaponiyada, o biri isə Moskvada keçirilib. Yavər Əsədov kitab qrafikası sahəsində də uğurla çalışır. Nizamidən tutmuş Hüseyn Cavidə qədər bir çox Azərbaycan ədəbiyyatının görkəmli klassiklərinin əsərlərinə gözəl illüstrasiyalar verib. Plakat janrında öz fırçasını, qələmini sınayır. Bu simalar sizə tanışdımı? Yəqin ki, o dəqiqə tanıdınız. Bu isə o deməkdir ki, Yavər dostluq şarjı kimi çətin bir janrda da uğurla çalışır. Və nəhayət, Yavərin son illər böyük şövqlə, böyük həvəslə işlədiyi xəttatlıq